Belə bir şey yaz. Bu nədir? Hansı data tip? Bu tapıldı. Nəyə əsas? List olsa kvadrat mötərizə olub. Belə şeylər ya yumru ya da belə olanda tapılı olur. Əgər mötərizə yoxdursa, bunu tuple kimi qəbul edir. Yəni, list üçün biz xüsusi listdən istifadə eləməliyik. Set üçün setdən istifadə eləməliyik. Bax, belə bir şey yazıram. Yenə 1, 2, 3 olsun elə. Burada da yazıram. Z, X, T bərabərdir A. Belə bir şey yazdım. Sonra deyirəm ki, int Z. Bizə nə verəcək? Bizə biri. 1 verəcək. Nəyə əsasən? Çünki məncə burada belə gedir də. Çünki bu bir A-nın birinci elə bil sətri mi deyim, nə deyim ona. Bərabərlikdən sonra gələn birinci birdir. Burada isə A-dan sonra T də ola bilər. Oradan T də ola bilər. Yox, T yox. Onda belə çıxır A-da 3-dür. Bax, bura nə gəlib düşəcək? 1, 2, 3. Hə. 1 düşəcəkdir. Onda Z1. 1, 2, 3 düşməyəcəklər. Düşdü, hə. Yox. Z nədir deməli? Z1'dir. Bunu biz debug eləmək üçün nə edirik? Hansı printdən istifadə edirik? Debug. Zetin cavabını görmək üçün də. Z1. Bu tuple unpacking'dir o mövzuda. Bəli. Unpacking yəni parçalama. Tuple biz unpacking edirik. Biz yenə qayıtdıqda tuple'lara, setlərə görə nə yaddan çıxıb, nə qalıb. Həm də print məsələsinə baxaq. Görürsünüz 1, 2, 3. Yaxşı, biraz işi qəlizləşdirək. Çox brend bir koddur. Çox dəhşət istifadə olunur. Sual kimi də, çaşdırıcı sual kimi də. Ona görə məsələyə toxunmalıyam. Bu şeydir də, dəyişir. Məsəl üçün A olur 10, B olur 5. Yerləri dəyişir. Yoxsa digər yoldaşlarının da fikri maraqlıdır. Burada A-nın cavabı neçə olacaq? A-nın cavabı 10. Fatıma olacaq. Olacaq. Dəyərli dəyişdik. Yaxşı, biz prototip geçmişik də bizim. Düzdür. İndi mən nə etmək istəyirəm? Bu seti, bax bu seti. Ümumiyyətlə bu mənə bir şey deyir. Setin niyə mən istifadə eləməliyəm? Setin problemləri çoxdur. Setin nə üstünlüyü var ki, mən setdən istifadə edeyim? Hansı məqamlarda setə müraciət eləməliyəm? Elmi təşəllanmış. Və duplikatları siləcək, təkrarları siləcək, sonra Bir də setin deyəsən dəqiq bir yeri olmur. Nə olmurdu? Məsələn, 0-cı element, 1-ci element belə bir şey olmur setdə. indeksi olmamaq əslində onun mənfisidir. Onlar ümumiyyətlə çoxluqla işləyəndə, setlə işləyirik də. Bax, bunun indeksinin olmamasıdır. Bunun üstünlüyü nədir? Duplikatları silməkdə. Duplikatları silir. Çoxluqlarla rahat işləyə bilirsən. Nə tər işləyə bilirsən? Bax, necə belə deyək. Mənə nəyi deyin? Mən baxmaq istəyirəm ki, bunu da keçmişik də.
Baxmaq istəyirəm ki, setin hansı metodları var, hansı funksiyalarla işləyir. Ona necə bax? Diff. Bir, düzdür. Gəldi, burada çıxdı. Bir baxaq. Ən axırlara baxaq da. Bax burada subset var, bir də super set var. Bunlar nədir? Bunları bilirsən Əli? Yox. Yoxlamış. Amma əslində adından nəsə getmək olar. Sub. Bizə görə nə? O elementin alt çoxluğu, o çoxluğun alt çoxluqları olur deyə. Elə bir şey ola bilər. Bax burada alt çoxluq, üst çoxluq nədir məsəl üçün? Buradakı olan elementlər o birisində də var. Amma əlavə heç nə yoxdur da. Burada çox. Bunda məsələn 5-10 element var. Bunda azdır element. Bunda olan elementlər bunun bir qismidir. Əlavə başqa burada olmayan heç nə yoxdur. Onu yoxlamaq üçün biz superset, subsetdən istifadə edirik. Yəni superset, subsetdə nə demək istəyirsən? Deyirsən ki, A, B-nin alt çoxluğudur, yoxsa yox. Bu iki metodla bunu yoxlaya bilərik, setə aiddir. Mən burada nə aldım? Bax, true cavabı aldım da. Bu cavabı aldım. Bu nə deməkdir? Yəni deməli, həqiqətən də B, yəni A, B-nin supersetidir. Və yaxud da subset eləyə bilərəm. Deyərəm ki, B, A-nın alt çoxluğu. Yəni eyni söz keçərsən, həsən keçərdə eyni şey gəlib çıxır. Yəni superseti nə deməkdir? Deməli bunun elə adından da yadda saxlaya bilərsiniz ki, superset, yəni bunun üstün versiyasıdır. Eyni elementlər bunda da var. Düzdür? Əsas bu götürülür də. Düzdür? A, bax, birinci yazımız əsas götürülür. A, B-nin supersetidir. Yəni bunda olan elementlər bunda da var, əlavələr də var. Promax. Əlavə özəlliklər də var. Eyni şeydir. Hatta subset eləyə bilərik. Yəni subseti yoxlayaq. Onda əksinə görə dəyişməliyik də. Subset. Bunda A, B-nin yox, B, A-nın subseti olacaq. Verdi bizə nə? True. Bu səfər də demək istəmişik ki, B deməli A-nın alt çoxluğudur. Bu dəfə də belə demişik, yəni eyni şeydir. B-də olanlar A-da var. True verdi bizə. Yaxşı, indi mən belə bir şey deyirəm. Print. Bax, burada nə yazırım? Dir. Single list. Onu hələ ki komment alaq. Bax, burada görürsünüz, elə bir şey görürsünüz. Subset, superset. Elə bir şeylər görürsünüz. Yoxdur. Çünki niyə? Bu çoxluqlarla işləmək üçün ən gözəl üstünədir. Bunların birləşdirilməsi keçmişdik. Setlərin birləşdirilməsi və ya da oxşar elementlər. Tutaq ki, gəldim burada bu alt çoxluğu, üst çoxluğu keçdim. Deyirəm ki, A, yenə belə düz xətt. Bu nə deməkdir? Məsələn, burada belə bir şey yazaq. 5. Nə verəcək bizə? Hamısı ikisini də birləşdirir. Hərəsindən birdən olmaqla bizə qaytardı. Düzdür, birləşdirir. Düzdür. Yəni. Yaxşı, belə olsa. False verərdi. Hə. Belə. Python. Bu gördüyümüz metod setə aiddir. Yəni üst xəttlə birləşdirmə, sonra and işarəsi ilə onları ortaq elementlərə götürmək falan. Bunlar setlərə aid olan xüsusiyyətlərdir.
Setlərin belə bir xüsusiyyəti də var. Yəni bəzi məqamlarda çox yaxşı işimizə yarayır. Bir dəfə içərisində bir dəfə təkrar olunması falan. Sadəcə məsələ nədir? Yəni seti nə zaman istifadə edirik? Duplikatların silinməsi, bir də belə birləşdirmələr, alt çoxluqdur, bunun üst çoxluğudur. Bu kimi şeylərdə müqayisələr, iki set varsa ümumiyyətlə, iki data varsa, onların bir-birinə əlaqələndirilməsi, bunda 90% hallarda setlərdən istifadə olunur. Yaxşı, indi mən nə etmək istəyirəm? Yenə qayıdaq əvvəlki mövzulardan. Bu olsun tap. Ümumiyyətlə sort və sorted kimi yadındadır. Mən yadımdadır. Aslında O düzənləyirdi də azdan çoxa normal qaydasında. biri funksiyadır, biri də metoddur. İndi mən bax bunu sort eləmək istəyirəmsə. A.sort Nə yazıldı. deyim? A.sort. Bir də mövcud mötərizə. Bu metod yoxsa funksiya? Bu metoddur. Bax Belə elə olmadı, olmalı da. Yaxşı belə olsa, Bu listə aiddir ona görə. Belə olsa bir sal nan verdi. Niyə nan verdi? Bax görürsüz hamısı problemlər hamısı bir-birindən zəncir var. Printin içində yazdırdıq deyə. B dəyişəni əlavə eləyək, A-nı da qoyaq onun içinə də elə bir şey. A-nı bərabər eləyək. Elə A-nı özünə bərabər edəm, A-nı sort eləyirəm. Nə deyir? Bu da nə? Tuple-da sorted olmurdu. Tuple deyir, axı list eləmiş. Yox, tuple-da. Tuple-da düz deyirsən, sorted eləmək olur. Bəs indi biz bunu sort eləmək istəyirik, nə deyək? Bəlkə dəyişəni dəyişək, ona görə Fərqi nədir ki, A-nın əvvəlki öz yaxşı B elədim. Yenə onu. Bunları xüsusi hallarda bunları yadda saxlamaq lazımdır. Hansını sort edirsən, hansını sort edirsən. bəlkə new terminal açaq. Bir dənə təzədən yoxlayaq, yaxşı. Bilirsiniz, yəni işləməkdə ancaq nan verir. Belə Onda işləm. bunda da sorted eləyin də. Sorted belə edirik, yoxsa necə edirik? Yox, Elə. sort əvvəldə sorted Sorted içində A. altında. Düzəldi də, düzdür. Yaxşı. Baxaq. Yadımdan çıxa bilər də. Sort var, yoxsa yox? Sort var amma. Sort var. Amma niyə girmədi? Çünki niyə? Səbəb nədir? Yadımdan çıxıb. A.sort deyəndə, bax belə. A.sort deyəndə bunu nəyəsə mənimsətmirdi, yadımdan çıxıb. Bunu mənimsətmirdi. Elə bu formada da. İndi bax, indi A deyək. Doğrudur. Gördünüz. Hər dəfə yaddan çıxan bir şeydir, ona görə yenə bunu göstərirəm. Yaxşı. A-nın belə burada deməli burada nə proses baş verdi? Sort eləyəndə bunun özünü dəyişir. Yəni sən bunu nəsə başqa bir dəyişənə mənimsədə bilməzsən. Bunu elə özünü götürüb sort edib sənə A-nın başqa versiyasını yaradıb verirsən. Sən bunu həm belə, həm bu formada saxlaya bilməzsən. Saxlamaq üçün nə etməlisən? Məsələ odur. Mən istəyirəm ki, həm bu qalsın, həm o qalsın. İkisi də qalsın. Həm sırasız, həm də sıralı qalsın. A yox, bu səfər B deyirəm.
sorted A. İndi ikisini də saxladım. Mən sorted eləyəndə biz bunu artıq hansısa bir dəyişənə qoya bilirik. Amma sort eləyəndə qoya bilmirsən. Elə əvvəlki nəticə onu dəyişir. Yəni sortla sortedin fərqi budur. Biri metoddur, biri build funksiyasıdır, o ayrı. Amma işləmə prinsipində bunu yadda saxlamaq lazımdır. Yaxşı, bu dedik ki, belə olsa, tapıl olsa gəlir. Yenə buradan B-ni silirəm. Biz dedik ki, A nöqtə sort. Belə bir metod. Buram nə olur? Error verir. Düzdür. Bəli. Bir A. Bunu biz buradakı komment eləyək. Görək hansı xüsusiyyətləri var. Bunu qəsdən belə test edəcəm ki, görəsiniz. Hansı tapılın hansı metodları var? Bunu demək sort eləmək olmur, ancaq listə çevirmək lazımdır. Yəni bəs sorted nə eləyə bilmərəm? Sortla listə çevirirlər, hə, eləmək olur. Listə çevirək, zor tezən daha qaytaraq. Onun belə deyim də, ümumiyyətlə kim yadına qaldı? Bax sortla sortun fərqi nə oldu? Bu olanda bunu mənimsədirik. Sort Belə olanda, olanda. sorted olanda. Sort olanda. Yox, sort olanda Yox. dəyişir. Yox, sorteddə mənimsədə bilirik, sortda isə düzəldir. Deyə bilmirik. Əvvəlkini dəyişirik, sorteddə isə istəyirsən əvvəlkini dəyiş, istəyirsən başqa dəyişəni mənimsə. İkisi də olur. Mənimsətmək sözünü anlamıram, buna görə qarışdırdım. Mənimsətmə, yəni mən burada yazıram A bərabərdir A.sort. Yəni bunun sort edib əvvəlki vəziyyətinə, elə bunun dəyərini dəyişirəm və yaxud da başqa dəyişəndə saxlayıram. Deyirəm ki, A bu formadadır. Bunun da bir dənə sort edirsən. Səliqəli formada B-yə düzürsən. Sortun ümumiyyətlə belə bir xüsusiyyəti yoxdur. Fərqi yoxdur, tapıldı. Fərqi yoxdur. İşte nə data tip olur olsun, eyni şeydir. Sort deyir ki, mənə belə bir mənimsətmə vermir. Mən ümumiyyətlə götürəcəm bunu, özüm istifadə edəcəm. Amma tapılın sort da heç yoxdur metodu. Tapıl nə edə bilərik? Sort düzdür. Və bu formada olmur da. Bu formada. İndi mən deyirəm ki, B bərabərdir sorted A. Sonra gəldim burada deyirəm A-nı göstər, B-ni də göstər. Gördünüz indi. Məsələn, bu sort eləyəndə o B-ni göstərə bilmirdi ya. Çünki mənimsədə bilmirdik. Yox, sort edəndə sən B-yə mənimsədə bilməzsən. Bunu yadda saxlayın, çünki çox vacib bir şeydir. Sorted eləməsən ki, ya özünə mənimsədəcək. Ümumiyyətlə belə bir məsələ var da. Mən əgər bunun özünü dəyişmək istəyirəmsə, fərqi yoxdur, indi list deyək də buna, tutaq ki, list. Özünü dəyişmək istəyirəmsə, elə sort onsuz da dəyişir. Sortda mənimsətməyə ehtiyac yoxdur. Deyirsən ki, A.sort qalıb getdi. Elə bunu dəyişəcək. Yəni burada bax, əgər belə yazsaydı bu mənasızdır. Burada sorted niyə işlətmişik ki? Fərqi yoxdur, indi list ola bilər də. Bunu A.sort etsəm dəyişir də. Daha özünü dəyişmək istəmirəmsə elə eləməm. Bunu başqa bir dəyişəndə saxlamaq istəyirəmsə, onda deyirəm B bərabərdir sortda. Yəni həm bu qalsın, həm də bu qalsın. Amma bir dənə məsələyə baxın. A-nın cavabı yəni olduğu kimi qalıb. Amma B-nin cavabına baxın. Səliqəli formada düzülmüş nədir? Hansı data tipdir? Yaxşı, mən istəyirəm ki, bu yenə də tablo olsun. Necə edəyəm? Tapmadım. Eləyə bilərəm belə bir şey. Nə dediniz? Bəli, bəli. Gördünüz yenə tablo versiyasını burada sıralayandan sonra tablonun içərisinə qoydum. Burada göstərdim. Burada nə əlavə eləmişəm? Bax burada. Bax. Bu müqayisələr var idi. Aşağı gəlin. Baxas.
Unicode-dan əvvəl bunu oxuyarsınız. Hash oluna bilən belə bir çox da məşhur olmayan, amma lazımlı bir mövzu var. Burada əsas məsələ nədir? Yəni bunun niyə lazımdır bizə? Yəni belə eləyək də, burada baxaq. İki dəyər var. Hansılardır? Dictionary key hissəsi, bir də set. Deyir ki, setin elementləri yalnız hash ola bilən element olmalıdır, hashable olmalıdır. Nə deməkdir? Gəldim bura, onu sildim. Bu da olsun set. Olsun ümumiyyətlə listə də deyək. Ya da listdən yadımıza salaq da. Məsələn, mən bura belə bir şey yazıram. Bir saniyə, özür dilərim. Deyirəm ki, bax, bura belə bir şey yaza bilərəm. Bəli, yazmaq Səhv olar. eləsəm deyərsiniz. Bunu əlavə elədim, sonra nə əlavə edək? Eləyə bilərəm də belə, yoxsa yox. Eləmək olur ha. Bu listə bağlı. Yəni, bu fərqi nədir? Bir obyekt kimi düşəcəkdir ora. Belə. Yəni, listə belə bir qayda qanun yoxdur ki, sən bura hansısa bir dəyəri, hətta belə dictionary-də atmaq olar da. Dictionary bir sətirdə necə yazır? Sən dırnaqda yazıram A. Boşa nöqtə. Sonra yazdım başı 1. Yəni, dictionary-də hətta ata bildim. Problem yoxdur. Amma list, yəni set deyir ki, set deyir ki, yalnız hash oluna bilən data tipləri bura əlavə eləyə bilərsən. Yəni, setin belə möhtəşəm deyim də, üstünlükləri var ki, götürür duplikatları silir, sənə unikal dəyərlər verir, götürüb setləri bir-birinə alt çoxluq, üst çoxluq, nə bilim, müqayisə edirsən, birləşdirsən, rahat şəkildə işləyirsən, amma listlərlə belə rahat işləmək olmur. Listlərin bu mövzularda set üstündür, setin üstünlüyü var. Buna görə də setin indeksinin falan olmamasıdır. Bunlar qurbandır, qurban vermək kimi nəzərdə götürün. Yəni, nəyisə əldə eləmək üçün nəsə qurban verməlisən. Məsələn, siz indi proqramlaşma mütəxəssisi olmaq üçün inşallah neyinirsiniz? Özünüzə əziyyət verirsiniz, əlavə məşğul olursunuz, beyninizi yandırırsınız. Bu da belə, yəni nəzərdə götürün ki, setin qurbanlarıdır bu. Nədir ki, indeksi olmamasıdır və setə hash oluna bilən dataların əlavə olması. Hash oluna bilən datanı mən necə bilim ki, hansı hash oluna bilir, hansı oluna bilmir. Ona görə mən printdən istifadə edəcəm yenə, rahat görək deyə. Belə bir funksiya var, hash funksiyası. Bunun içərisinə yazıram, məsələn, 10. Bizə bax, nə verəcək? Yəni, bunu problem yoxdur da, düzdür. Buraya yazıram, dırnaqda nəsə yazdım. Hər şey eləyə bilir. Onun kodunu verir. Yaxşı, mən indi buna belə bir şey versin. Necə olacaq? Type error. Gör nə deyir burada, baxın. Unhashable type set. Yəni, deyir ki, set hash oluna bilməyən bir tipdir. Yəni, data tipləri biz elə hamısına eyni dərəcədə üstünlüklər var, mənfilər var, bunları danışmışdıq, amma hash oluna bilir, bilmir, onu danışmamışdıq. Hash oluna bilmir. Yəni, sən bunun hash oluna bilmək məsələsində biz burada əslində qeyd eləmişik, ümumi yazmışıq. Siz onu belə çox dərinə getmək, orada bizə bax, burada rəqəm verir, bu dərinlik sizə lazım deyil. Silim bir dənə. Məsələn, onun mən deyirəm ki, onun özünü verir, stringi yazanda, stringi yazanda belə bir uzun rəqəm verir. Bu rəqəmin nə olduğu falan, o sizə lazım deyil. Siz sadəcə bilməlisiniz, nələr hash oluna bilir, nələr hash oluna bilmir. Nələr hash oluna bilmir? Setlər ümumiyyətlə hash oluna bilmir. Buna baxdıq, yaxşı. Set əlavə elədim. Və tuple olsa, 2-3 yazın. Tuple yoxlamaq istəyirəm hash funksiyası ilə. Oluna bilir, bəli, oluna bilir.
list olunabilir. Nə deyir? Listlərdə həşr oluna bilmir. Deməli, burada yazıram. İki əsasən yadda saxlamalı olduğumuz məsələ var. Setlər qısa yazıram, onsuz da PDF-də var. Dictionary key hissəsi. Bax, key hissəsi yalnız həşr olmalı. Qadi getdi. Bunu yadda saxlasanız kifayət eləyir. Yəni mən oxuyam. Setin içərisinə deməli set qoya bilməzsən. Çünki həşr oluna bilmədi. Mən də bunu götürək. Listi gördük ki, oluna bilmir. List oluna bilmədi. İndi seti yoxlayıram. Deyək ki, list olunur. List olunur. Bir də hansını dedik? Set. Bu da errora görə icazə verməyə bilər. Erroru yığışdıraq. Seti də icazə vermir. Deməli, buradan belə çıxır ki, mən setin içərisinə, əgər set yaradıramsa, məsələn, deyirəm ki, set, yoxdur, 2 dənə tırnaq yazıram, qarışdırmaq üçün. Set yaradım. Bunun içərisində istədiyim şeyi yaza bilərəm. Amma bunun içərisində deyim ki, bir dənə də belə bir set, məsələn, A, oradan B, bu error. Çünki setin içərisinin bu rəqəmlər həşr oluna bilir. Amma set həşr oluna bilmir. Setin də qanunu nədir? İçərisində ancaq həşr oluna bilən datalar ata bilərsən. Bunu sən korladın. Və yaxud da list atırsan bura. Fərqi yoxdur. İndi bunu götürək belə bir forma. Atdıq bunun içərisinə. Baxaq. İndi bunu işlədək. Baxaq. Bax. Onu da deyək. Bağlayıram. Bax, gör nə deyir. Elə error əslində bizə deyir onun hamısını. Deyir ki, list istifadə edə bilməzsən. Çünki set elementi, yəni burada oxusaz həm belə deyim, terminlər öyrənmiş olursunuz, həm də proqramı öyrənmiş olursunuz da, Python məntiqini, strukturunu. Yəni, sən bunu bu formada əlavə edə bilməzsən setin içərisinə. Burada bizcə hər bir datanın üstünlüyünə, data tipinin üstünlüyünə istifadə etmək lazımdır. Amma bunları da bilmək lazımdır. Hə, mən setin üstünlüyü, çoxluqları müqayisə edeyim falan. Amma gəlim içinə istədiyim şey atım, ata bilməyəcəm. Setin çünki qayda qanunu var. Yaxşı, ikinci bir məsələ nə idi? Dictionary yaratmaq istəyirəm. Tutaq ki, tələbə bərabərdir. Düzdür. Nətər verdim? Dırnaqda verdim. Hansı hissədir? Key hissədir də. Tutaq ki, burada da olsun. Hə, düzdür. Bu key hissədir, bir də value hissədir. Bu da deyir ki, dictionary key hissəsinə ancaq həşr oluna bilən dəyər atmalısan. Yəni, bura mən hal-hazırda string atmışam. Rəqəm də yaza bilərəm, hansılar yaza bilərəm, rəqəm tuple da yaza bilərəm, amma list ata bilməyəcəm bura. Bura set ata bilməyəcəm bura. Yəni, sən tutaq ki, gəldin bura dedin ki, belə bir şey yazırsan. Onun qarşılığı belə. Məsələn, nəsə. Bu nədir? Qaydanı pozmuş oldu. Tələbə dictionary-sinin key hissəsinə həşr oluna bilməyən dəyər atmışam. Bunu başa düşməyən oldu. Xeyr. Başa düşdün. Bir saniye.
Dictionary belə bir metodu var idi. Get metodu kimi yadına necə əlavə edirik? Ben Mən yadımdadır. Tələbə.get yazırdıq. Növ-tərzə. O da bizə dəyərləri verirdi. Hı hı. Min Tələbə.get sonra növ-tərzə. Məzədə deyirəm ki, düzdür. Neyimi versin? Bu əlinə verdi. Yaxşı, belə böyüklə yazsam. Verməyəcək. Yəni prosta bunun üstünlüyü error verməməsidir. Hə. Belə bir dictionary'miz belə bir şeyimiz yoxdur da dictionary. Yaxşı, bəs mən belə yox. Get bir də set default. Set default nədir? Bunun əvəzini yazıram. Set default. Yazıram. İndi baxaq. Bizə nam verdi. Niyə görə nam verdi? Çünki belə bir yenə şey yoxdur. Bunu biz harda yazaq? Burada yox. Set default nə idi müəllim? Onun heç yadıma düşmür. Yazmamışıq axı. İndi baxırıq. Yana bax. Onu keçməmişik. Deməli deyirəm ki, set default. Məsələn, name yazıram ki, böyüklə 50. Düzdür. Mesela burada görək. Nə xəta verib ki, burada? Bir dənə xətamız var, düzəldəcəm. Syntax. Bir xətamız var. Bəlkə fiqurun mərkəzi açmalıydıq. Update-ləməsən fiqurun mərkəzi açıb verirdik. Əslində yox, bu cür yanaşma deyil də. Düz yazmışıq, belə olmalıdır. Növ-tərzə qapalı olacaq. Burada bunun arqumentləri də belə yazaq. Birinci arqumenti, ikinci, yəni key verir. Deməli, böyük N ilə yazaq. Fikir versiniz. Set default nə üçündür? Ümumiyyətlə, set defaultla getin fərqi nədir? Əgər tutaq ki, biz getlə əldə eləmək istədik, düzdür? Getlə dedik ki, name bizə nə verəcək? O olmayanda nə qaytardı? Kim yadına? Nə müəllim? Get yoxsa key? Get yazırıq və yazırıq name. Böyük ilə yazırıq. Amma burada yox. Nan qaytardı. Nan verir. Amma set default görünüyü nədir? Name dedi ki, əgər varsa heç varsa onu dəyişəcək. Yoxdursa onu yaradacaq, bizə verəcək. Bu cür başqa bir situasiya yaranmışdı ümumiyyətlə. Amma bu daha yaxşıdır. Nəyə görə? Getlə müqayisədə yaxşıdır. Yəni özü əlavə elədi. Müəllim, mən başa düşmədim. Orada əlin mütləq əlavə eləmək lazımdır ki, əlin böyüklə yazsın. Burada nə edə bilərsiniz? Məsələn, bunu if-də işlədə bilərsiniz. Deyərsiniz ki, əgər hansısa bir get ümumiyyətlə dictionary dəyişmir. Biz bilirik ki, get əldə etmək üçün ancaq oxumaq üçündür. Məsələn, deyirsən ki, if belə bir şey yazaq da. Var yoxsa yoxdur. Biz bunu belə edək. Bax. Bizə baxaq nə qaytarır. Mən burada nəyə baxmaq istəyirəm? Tələbə. Name yox. Məsələn, yazıram age.
bizə nə qaytarır? Key error. Düzdür. Yoxdur da belə bir dəyər. Prosta key erroru biz müqayisə edəcəyimiz bir data keçməmişik. Ona görə göstərmirəm. Bunu if-lə işlədirik. Məsəl üçün, indi struktur başlayalım. Əgər error deyilsə, errordursa keçsin set defaultla age əlavə eləsin. Biz yazırıq if-in içərisinə onu age əlavə eləsin. Yaxşı, məsələn, yazsın 17. Error alırsa deməli yoxdur da. Düzdür. Gələcək dərslərimizin mövzusudur. Set default amma indi bilməz. Əgər error alırıqsa, deməli age adında yox imiş. Biz belə əldə eləmək istəyəndə error aldıq. Deməli yox imiş. Onu neynədi? If keçəcək həmin içəridə if daxili blokunda set defaultla onu yaradacaq, sonra da əldə edəcək. Biz onu artıq burada bu formada yəni age-lə götürə biləcəyik, istifadə edə biləcəyik. Yəni əsasən məlum olmayan hissələrdə lazım olur. Deməli, sən bilmirsən də bu dictionary içərisində nə var, nə yox. Bildiyin şeyləri getmə əldə edirsən. Yəni, bilirsən ki, konkret burada neyin var, age var. Məsələn, müəmmalı olan şeylər var. Məsələn, orada age var, yoxsa yoxdur, bilmirsən. Yoxdursa da yaratmaq lazımdır. Onda set defaultdan istifadə edəcəksiniz. Olmayan şey, əgər yoxdursa yaratsın, onda set default lazımdır. Çünki get yaratmayacaq. Bu oldu köhnə dərslərdən data tiplərə baxdıq. Mən indi sabah nə edəcəm? Sabah biraz da intensivləşdirmək lazımdır dərsləri. Sonra döngülər yavaş-yavaş tempi qaldırmaq lazımdır. Amma bax, bunun həm təzə mövzularla tanış oldunuz, həm təkrar oldu sizin üçün. Yenə də mən sıfırdan nə keçmişəmsə, bax, PDF-də nə var, nə yoxsa, istəyirsiniz sürətli oxuyun, istəyirsiniz necə oxuyursunuz oxuyun. Sıfırdan hamıdan sual cavab edəcəm. Yəni görüm hələ kimin nə yadında qalıb, kimin nə yadında qalmayıb. Hər bir şey. Sıfırdan bu günə qədər nə keçmişiksə. Amma əsas lazım olanlarda da lazımsız şey yoxdur burada, amma yaddan çıxan şeyləri başa düşürəm. Amma desəz ki, mənə Tapılın 10 dənə metodu var, təbii ki, uyğun gəlmir, başa düşdünüz necə. Xüsusi şeyləri yadda saxlamaq lazımdır. Belə, bunu oxuyursunuz, sonra biz gedirik. Mərc, sonra da döngülər, sonra funksiyalar, hamısı da proqramlaşmanın canı olan, onurğa üstün olan dərslərdir. Hamısı onun üstündə qurulub. Aydındır. Bu yeni öyrəndiyiniz məlumatlar da soruşa bilərəm. Yəni, olsun set default, olsun tuple setlərin fərqləri, üstünlükləri kimi məlumatlar. Əsasında hash oluna bilən, oluna bilməyən nədir? Deyəcəm, məsələn, mənə Fatimə göstərsin, hash oluna bilirmi, set data tipi, onu göstərməlidir mənə. O olunmur da. Hə? Olunmur da hash. Set hash olunmur. List hash olunmur. Hash oluna bilmir və mən bunu oluna bilmirsə, mən bunu hara qoya bilmərəm? Seti hara qoya bilmərəm? Listə hara qoya bilmərəm? Mən bayaqdan soruşacaqdım. Okey, bildim listi. O da hash olunmur. Amma hash nədir? Onu soruşmaq istəyirəm bayaqdan. Hash nədir? Bax, ona görə bundan oxuyursan, burada nə qədər məlumat yazmışamsa, o qədəri lazımdır. Bunun hash'in olduğunu nə qədəri qaytarır? Əsasən belə deyirlər, mutable, immutable var da. Mutable'lar, yəni dəyişilə bilənlər, hash oluna bilməyənlər gedəcək. Bax, fikir verdinizsə, əsasən elə gedir, tam elə də deyil. Yəni, bax, fikir verdinizsə, mən dəyişə bilirəm bunu. Dəyişə bilirəm. Bunu da dəyişə bilirəm də. Bunları dəyişə bilirəm deyə, bunlar nədir? Mutable data tiplərdir və bunlar hash oluna bilmir. Hansılar dəyişilməzdirsə, əks halda məsələn, tuple dəyişmə olmur. Düzdür? Onda o hash olur. Yəni, yox deyil. Əsasən elə gedir, amma tam da elə deyil də. Mutable, immutable dərsini keçmişik. Hash.
Bax, hash'ini verdi sənə. Verdi. Mhm, Amma ver. listlə deməli listlə seti verməmişdi. Bunlara error vermiş. Çünki bunlar dəyişilə bilən tiplərdir. Dəyişənlər həşr olunur, dəyişilməyənlər həşr olur. Hı -hı. Dəyişilə bilir. Məsələn, string olsun. Düzdür? Stringi mən dəyişə bilirəm. Dəyişirik də. Dəyişə bilirik də. Nətər dəyişir? Nətər dəyişə bilirik? Deyirsən dəyişir. String. String dediniz, yox. Mən setlə qarışdırdım. String əslində dəyişilməz bir data tipidir. Yəni immutable-dur. Stringi sən replace-də xüsusi bir metodla, funksiyanla dəyişirsənsə, bu dəyişilmə deyil. Yəni kimin əgər yadından çıxıbsa immutable, mutable o mövzunu da oxuyar. Onsuz da burada da kifayət qədər yazmışıq ondan bağlı. Bax. Nə deyir? Dəyişməz, immutable olmalıdır. Hashable olunması üçün. Burada görürsünüz data tiplər, hansılar hashable'dır, hansılar mutable. Yəni ona görə dedim ki, mutable'lar hamısı hashable deyil və yaxud da tam da o demək deyil. Amma əsasən çox əksəri elə götürülür də. Dictionary keyində və setin elementlərində yalnız hash oluna bilən. Amma dictionary value hissəsində istənilən tip ola bilər. Yəni bu 50-ni silərəm, yerinə istəsəm set yazaram, istəsəm list yazaram. Bu çünki value hissəsində, amma key hissəsində icazə verilmir. Dildir də, yəni necə ki ingilis dilində deyir ki, nə bilim mübtəda gəlməlidir, xəbər gəlməlidir, fe'l orada gəlməlidir, arasında nə hansı artikel gəlməlidir. Bu da eyni qaydada. Deyir ki, mən icazə vermirəm sənə proqramlaşma dili olaraq. Burada icazə vermirəm ki, sənə hash oluna bilməyən data tip istifadə edəsən. Sən də belə deyim də, məcbur deyil bütün hər şeyi yadından çıxardasan, bütün öz həyatını yadından çıxardasan, sən yadda saxlayasan ki, nə hash oluna bilir, nə hash oluna bilmir. Ümumi bir biliyin olsa və funksiyanı yadında saxlasan ki, hash funksiyası var, print-lə hash funksiyasından baxırsan ki, məsələn, listi, tuple'dır, baxırsan bir-bir, hə, sən bura list qoymaq istəyirsən, amma yadından çıxıb ki, mən bura qoya bilərəm list yoxsa yox. List hash oluna bilirdi, götürdün hash funksiyasına, baxdın həmin listəki görməli error verir yoxsa yox. Tarix et. Və yaxud da özü də sənə error verəcək burada. Errordan baxacaqsan, görəcəksən, yazacaq ki, məsələn, listin içərisində hash oluna bilməyən data tip var. Və yaxud da setin içərisində. Yəni bu formada sənə onsuz da error da çıxacaq. Yəni bunun 50% anlaşılmasa bəs eləyir bura. Hash'in verdiyi kodu başa düşməyə ehtiyac yoxdur.